Sənə elə gəlir ki, səni izləyirlər. Çünki sən nə ilə maraqlanırsansa, o şey çıxır qabağına, özü də hər yerdə. Yeni bir maşın markası haqqında eşidirsən, səhəri gündən küçədə, maşında, hər yerdə onu eşitməyə başlayırsan. Ya da yeni bir söz eşitmisən və artıq hər yerdə eşitməyə başlayırsan onu. Öz tanışlarından da eşidirsən, yad adamlardan da eşidirsən. Əslində həmin şeylər əvvəldən də var idi. Sadəcə sənin diqqətin daha seçici olmağa başlayır. Sən o sözü öyrənəndə, sən o marka ilə maraqlanmağa başlayanda. Bunun arxasında bir də beynimizin təsdiqləmə qərəzi dayanır. Sənə sübut eləməyə çalışır ki, bax, görürsən, yenə sən gördüyün, sən eşitdiyin. Dəyişən dünya deyil. Nə sən o sözü öyrəndin deyə insanlar başladılar o sözdən istifadə etməyə, nə də sən o maşın markası ilə maraqlandın deyə hər kəs o maşınla maraqlanmağa başladı. Dəyişən sadəcə sənin diqqətindir. Həyatımızda fokuslandığımız hər şey həyatımızın mərkəzinə çevrilir. Nəyə baxırsansa, onu böyüdürsən.